Həmişə deyirik ki, Azərbaycanda kitab oxunmur. Azərbaycanda kitaba maraq yoxdur. Elədir. Bu söz həm düzdür, həm də belə deyim də yalandır. Nəyə görə? Əgər Azərbaycanda kitab oxunmursa, kitaba maraq yoxdursa, bəs kitabları avtobusun içinə yığıb burada niyə durmuşuq? Demək var da. Baxın, o boyda nəşriyyatlar niyə fəaliyyət göstərir? Bu qədər kitablar niyə çap olunur? Var, amma Azərbaycanda kitaba münasibət arzulanan səviyyədə deyil. Kitabı, belə deyim, daim diri saxlamaq, kitabı ölməyə qoymamaq çox vacib bir məsələdir. Mən də bax, bu parkda, Elmlər Akademiyasının qarşısındakı parkda bütün illər boyu, neçə 15 ilə yaxındır ki, öz kitablarımı satıram. Soyuq demədən, isti demədən, çantamda qış, yay parkda kitablarımı satdım və axırda artıq hiss elədim ki, mənim bir, məsəl üçün, etibarlı bir oxucu auditoriyam var, daim mənim kitablarımı almaq istəyən, oxuyan adamlar var və mən o adamlara güvənərək, oxucu auditoriyasına güvənərək özümə bir kitab avtobusu aldım, gətirib parkda qoymuşam və burada kitablarımı satıram. Belə deyim, başqasının avtobusuna minməkdənsə özümə bir avtobus almışam, öz avtobusumun içində oturub bütün gün burada kitablarımı satıram. Adamı yaşamağa qoymayan arzulardır. Bir də görürsən ki, arzular gəlir, dolur ürəyinə, nə sən onu həyata keçirə bilirsən, həyata keçirməyə gücün çatmır. Axırda həm də yaşaya bilmirsən, yəni ömrün, həyatın elə o arzu ilə bir yerdə məhv olur. Amma mən də uzun müddət bir kitab evimin olmasını, böyük bir buk kafemin olmasını arzuladım. Sonra gördüm ki, bu arzunu həyata keçirmək mənim üçün çətindir. Axırda, belə deyim də, arzum ürəyimdən çıxartdım, dedim bağışla, bəs mənim səni həyata keçirməyə gücüm çatmır. Belə bir arzu ilə yaşadım, balaca arzu ürəyimə girdi və onu reallaşdırdım. İndi əlbəttə ki, mən nə vaxtsa o imkanlara sahib olsam, çox arzulayaram, məsələn, böyük bir kitab evim olsun, bu kafem olsun, orada özümə bir dünya qurum. Yenə də amma belə deyim, bunu eləyəcəm deyə bir qarşıma məqsəd qoymuram, çünki o arzu məni incidir, yorur, yaşamağa qoymur. Elə balaca mini arzularla yaşamaq ən gözəlidir. Bu kitab avtobusu mənim üçün tez bir həyata keçirə biləcəyim bir arzudur. Onu da həyata keçirdim. Elə adam var, məsəl üçün, o kitab oxuyan adam deyil, amma sadəcə mənə dəstək olmaq üçün kitablarımı alıb kiməsə hədiyyə eləyir. Elə adam var, məsəl üçün, o mənim kitablarımı oxuyur və maraq dairəsindədir. Hətta mənim 6 kitabım var. Elə oxucular var ki, bir həftənin içində gedib bütün kitablarımı oxuyub təzədən gəlib ki, təzə kitabım var. Deyirəm, səhət kitab çatdırmaq olmaz yəni. Naxçıvanda bir kişi var idi, yadıma gəlir. 80 yaşında bir kişidir. Mən bütün kitablarımı oxuyum, mənə zəng elədi ki, bala, sən bütün kitablarını oxudum. Mənə deyib, bir şey deyir, yandırıb tökür ki, 80 yaşı var da deyir, ölüb gedəcəm, sənin axırın necə oldu onu bilməyəcəm.